1991-ci ildə elm gözlənilməz bir həqiqətlə qarşılaşdı. Alimlər insan qəlbinin içində 10 minlərlə neyrondan ibarət olan sinir sistemi tapdı. Bu sinir sistemi elə idi ki, sanki insan qəlbinin içində özünə məxsus kiçik bir beyin var. Bu deməkdir ki, insanı yönləndirən təkcə başdakı beyin deyil. Qəlb də beyin kimi düşünür, qiymətləndirir və seçir. Bu kəşf elm adamlarını təəccübləndirdi. Amma maraqlısı budur ki, Allahın kəlamında bu əsrlər əvvəl bəyan olunmuşdur. Bu sinir sistemi təkcə beyindən gələn əmrləri qəbul etmir. Əksinə, beynin qərarlarını dəyişdirə bilir, hissləri idarə edir, düşüncələrə təsir edir. Quranda buyurulur: "And olsun ki, biz cəhənnəm üçün bir çox cin və insan yaratdıq. Onların qəlbləri var, lakin onunla düşünməzlər. Gözləri var, lakin onunla görməzlər. Qulaqları var, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər. Hətta daha da zəlildirlər. Məhz qafil olanlar onlardır." Bu ayə insanın qəlbinin yalnız ət parçası olmadığını, düşünməyin, dərk etməyin və yönlənməyin mərkəzi olduğunu bildirir. Qəlbin korluğu gözün korluğundan daha təhlükəlidir. Çünki qəlb kor olduqda insan haqqı görməz, doğrunu eşitməz, gerçəyi dərk etməz. Elmin 1991-ci ildə sübut etdiyi bu haqda Quran 1000 illər əvvəl xəbər vermişdi. İnsanı yalın bir maddə kimi görən anlayışlara qarşı Quran bizə deyir ki, qəlb hissin də, düşüncənin də, imanın da, istiqamətin də mərkəzidir. Qəlbin içindəki bu kiçik beyin bir sirdir. İnsanı yalnız bioloji deyil, ruh sahibi olan bir varlıq olduğunu göstərən açardır. Və bütün bunlar bir həqiqəti hayqırır. İnsanı ən incə detallarına qədər tanıyan, qəlbin sirrini yaradan, ona nur verən və ondan xəbərdar olan yalnız Allah Əzzə və Cəllədir.